qoyubsa burada, məsələn, və bu bəy. Yaşımı bilmək istəyirsiniz, mən yaşımı Nəyini bilmək istəyirəm? Yaşını, Nura xanım yaşını. Nə edirsən o yaşını? Sən bildin ki, Nura məsələn, deyək ki, məsələn, naftalinlə zaten özünü zorla gətirib bu formada 57-55 arası. Var. Nura xanım bilmək istədi, ən son oxuduğu əsəri. Ən son oxuduğu əsər hansıdır? Bunlar burada hamısı əsər yada Ən son tutdular. oxuduğu deyəndə ki, yeni albomum çıxıb. Belə sizə maraqlıdır. Nəğmələrində yaşadacağım adlı albomu. Amma elə bir mahnıdır. Əsər. Sən yaratdığın bütün nəğmələri əsər kimi Bir dəqiqə ya. Deməli, ən son oxuduğum indi hal-hazırda François de Sagan'ın Finikina Duşa kitabını oxuyuram. Rus dilindədir. Fikirləşdim necə tərcümə edeyim, eləyə bilmədim. Yəni, indi bu kitabı oxuyuram. Amma belə çox kitablar oxumuşam. Yəni, sizə hansı maraqlıdır? Soruşun, görüm onu oxumuşam ya yox. Hansı yazsın? Sən şey oxumusan, Niyazqanski, Şemesi, Moy Klası oxumusan. Yox, oxumuşam. Eləsi reklamlardan sonra Nura hərf söyləyəcək bizə və görək bu hərf düzgün olacaq, bu bilirmi o sözü yoxsa bilmirmi?